Futboldan danışmayacağım, lakin futbol aləmində baş verən möhtəşəm bir hadisədən danışacağım. Deməli bildiyimiz kimi hal-hazırda Amerikada futbol üzrə dünya çempionatı gedir, mundial gedir və bu dünya çempionatı getdiyi sırada baxın Senegal milli yığma komandasının, futbol milli yığma komandasının baş məşqçisi hansı sözü ilə gündəmə gəlib, gündəm olub. Deməli Amerikanın hansısa bir şəhərində, belə deyim, ştatında güclü külək olur. Güclü külək olur və insanlara xəbərdarlıq edilir ki, bayıra çıxmayın, yəni təhlükə ola bilər həyatınız üçün falan. Yəni çox güclü bir külək olur və bu külək də cümə namazı vaxtına təsadüf eləyir, belə deyim. Və Senegal milli yığma komandasının oyunçuları, baş məşqçisi cümə namazını qılmağa gedirlər, yollanırlar və cümə namazını qılırlar və jurnalist baxın Senegal milli yığma komandasının baş məşqçisinə nə sual verir. Deyir, bir halda ki, deyir, küləkdir də, yəni çox güclü küləkdir. Yəni necə özünüzü təhlükəyə atıb bu vəziyyətdə siz namaz qılmağa gedirsiniz, cümə namazı qılmağa gedirsiniz və baxın Senegal milli yığma komandasının baş məşqçisi ona nə cavab verir, subhanallah. Deyir, namazdan daha önəmli bir şey var mı deyir, jurnalistə deyir. Namazdan daha önəmli bir şey var. Sən deyir, küləkdən qorxursan, biz o küləyi yaradan Allahdan qorxuruq deyir Senegalın baş məşqçisi. Deyir, biz bura bir oyun üçün gəldik. Yəni bu mundiala, dünya çempionatına futbol oynamaq üçün gəldik. Ancaq Allaha ibadət üçün yaradıldığımızı unutmamışıq, unutmarıq yəni. Subhanallah, necə də möhtəşəm bir sözlərdir. Və baxın Senegal millisinin baş məşqçisi də nə deyir burada? Deyir, dünya kubokunun finalı olsa belə, yəni dünya çempionatının finalı olsa belə, yenə də neyərik biz? Namazı təzyiq edərik. Subhanallah. Yəni baxın, iman necə də böyük, əzəmətli bir nemət, əvəz olunmaz bir nemətdir ki, insan harda olursa olsun, əgər qəlbində iman varsa, ibadətlərini edəcək, namazını qılacaq və ibadət etmək üçün bəhanə tapmayacaq. Və bu sırada Quran-ı Kərimin bir ayəsi yadıma düşdü və bu ayəni xatırladacağım. Necə ki, Rəbbimiz Quran-ı Kərimdə Zariyat surəsi 56-cı ayədə belə buyurur ki, mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım.